Azərbaycan nəşriyyatı İMMC təmirə bağlanır. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzun müddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yük daşıyan konstruksiyalarda, su kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edib. Əlavə olunub ki, binadakı liflərin texniki vəziyyəti də qənaətbəxş deyil. Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir. Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq, fevralın 1-dən binanın istismarının dayandırılması haqqında qərar verilib. Qeyd olunub ki, artıq binada köçürülmə prosesi başlayıb. Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV.